Təqib edilən ovçu. Kempin evi görünməz adamla döyüş meydanına çevrildiği zaman qonşu villanın sahibi Mr. Hillas rahatca yatırdı. Lakin qonşuluqdan gələn səs-küy onu yuxudan oyatdı. Hillas yerindən durub pəncərəyə yaxınlaşdı. Uzaqdan dalbadal endirilən zərbələrin səsi və şişə cingiltisi eşidilirdi. Sonra sakitlik oldu. Daha sonra ateş səsi gəldi. Birdən yemək otağının pəncərəsi açıldı və xidmətçi qadın başında şlyapa, əynində palto pəncərədə göründü. O əsəbi halda tələsə-tələsə pəncərədən düşməyə başladı. Onun arxasınca pəncərədə başqa bir nəfər də göründü və qadına kömək etməyə başladı. Bu Doktor Kemp idi. Bir dəqiqə sonra onlar həyətə düşüb kolluqda yox oldular. Sonra düzənlikdə Kemp göründü. O, kimdənsə gizlənməyə çalışırmış kimi əyilə-əyilə qaçırdı. Birazdan doktor söyüdlükdə yox oldu. Söyüdlüyə çıxan çəpərdə göründü. Bir an sonra o artıq çəpəri aşıb yamazla Mr. Hillas'ın villasına tərəf yürürdü. Dəhşətli fikirdən sarsılan Mr. Hillas, "Allah sən saxla," deyə çığırdı. Doğrudanmı görünməz adam buralarda peyda olub? Demək bunlar doğru imiş? O var gücü ilə qışqırdı. "Qapıları bağlayın. Pəncərələri bağlayın. Hər yeri bağlayın. Heç kəsi içəri buraxmayın. Görünməz adam buralardadır." Bağırtılar, əmrlər və qaçanların tappıltısı bir an içərisində evi bürüdü. Mr. Hillas özü eyvana açılan qapını bağlamağa qaçdı. Bu zaman çəpərin dalından Doktor Kempin başı göründü. Bir dəqiqə sonra Kemp qulançar ləkini keçərək tenis meydancası ilə ona tərəf yürürdü. Mr. Hillas, "Olmaz," deyib qapının cəftəsini bağladı. "Onun sizi təqib etdiyinə təəssüf edirəm, ancaq sizi içəriyə buraxa bilmərəm." Kempin dəhşətdən dəyişmiş üzü şüşəyə yapışdı. O, şüşəbəndin qapısını bərk-bərk döydü. Onun dəstəyini hirslə dartdı. Hər şeyin faydasız olduğunu görüncə oradan bağa tullanıb, çarəsiz halda yan qapını döyməyə başladı. Kemp vəfasız qonşusundan ona bir xeyir gəlməyəcəyini görüb, yamaca tərəf yürüdü. Bu zaman pəncərədən baxan Mr. Hillas qulançar ləkində dalbadal yeni ayaq izlərinin peyda olduğunu gördü. Təpənin yamacına çıxmış Kemp üzü aşağı şəhərə tərəf yürürdü. Beləliklə o, 4 gün bundan əvvəl pəncərədən istehza ilə seyr etdiyi Marvelin yürüşünü özü təkrar etməli oldu. Daha çox masa arxasında oturaraq həyat keçirməyinə baxmayaraq pis qaçmırdı. İlk dəfə olaraq Kempin ağlına gəldi ki, təpədən şəhərə tərəf gedən yol son dərəcə uzun və kimsəsizdir. Şəhər isə çox uzaqdır. Təpənin lap ətəyindədir. Yol üstündə olan tək-tük evlər və villalar kilidlənib bağlanmışdı. Bunlar hamısı onun öz məsləhəti ilə edilmişdi. Budur, bu da polis idarəsi. Bəs daldan gələn ayaq səsləri? Kemp addımlarını bir qədər yavaşlatdı. Lakin onu təqib edənin sürətli tappıltısını eşidərək daha da bərk qaçdı. Küçədən keçənlər dayanıb heyrətlə ona baxırdılar. Kemp üzünü onlara tutub, "Görünməz adam," deyə çığırdı və qeyri-müəyyən bir hərəkətlə arxasına işarə etdi. O, polis idarəsinə getmək fikrindən vaz keçib, baş küçəyə çıxan bulvarla üzü aşağı götürüldü. Ağacların altında oynayan uşaqlar onu görən kimi çığıra-çığıra qaçışdılar. Birazdan kişi və qadınlardan ibarət böyük bir dəstə ona qoşuldu. Onlar əllərində dəynək, bel, yaba, qışqırışa-qışqırışa qaçırdılar. Birdən arxada qaçanlardan biri nəyə isə dəyib yıxıldı. Lakin cəld ayağa qalxıb əlindəki dəynəklə boşluğa zərbələr indirərək qışqırdı. "O buradadır. Onu dövrəyə alın." Kemp vəziyyətin necə dəyişdiyini dərhal başa düşdü. O dayanıb zorla nəfəs ala-ala ətrafa baxdı. Ehtiyatla adamlar yığışan yerə yaxınlaşdı və elə bu an onun qulağına bərk bir zərbə dəydi. Kemp səndələdi. Gözə görünməyən düşməninə tərəf dönmək istədi. Zorla ayaq üstə durub boşluğa zərbə vurdu.
Lakin çənəsinə dəyən yumruqdan yerə sərildi. Bir an sonra qarnına diz dirəndi. İki əl qəzəblə boğazından yapışdı. Lakin onlardan biri o birindən zəif idi. Kemp hər iki əlin biləyindən yapışa bildi. Çığırtı eşidildi. Kiminsə beli Kempin başının üstündə vıyıldayıb, taqqıltıyla nəyə isə dəydi. Kempin üzünə ilıq bir şey damcıladı. Onun boğazından yapışmış əlləri birdən zəiflədi. O kəskin bir hərəkətlə xilas ola bildi. Düşmənin gücdən düşmüş çiyinlərindən yapışdı. "Mən onu tutmuşam," deyə Kemp çığırdı. "Kömək edin. O buradadır. Ayaqlarından yapışın." Bu haraydan sonra artıq hamı susmuşdu. Yalnız zərbələr, təpik və ağır nəfəs səsləri eşidilirdi. Görünməz adam qeyri-insani bir qüvvə ilə bir neçə düşmənini itələyib ayağa qalxa bildi. Kemp tazı maraldan yapışan kimi ondan yapışıb buraxmırdı. Onlarla əl görünməz vücuddan yapışır, onu vurur, dişləyirdi. Yekəpər bir adam onun boynundan yapışıb yenə də yerə yıxdı. Birdən "Rəhm edin, rəhm edin" deyən fəryad eşidildi. Bu səs tezliklə boğuq bir iniltiyə çevrildi. Kemp boğuq səslə "Onu buraxın" deyə çığırdı. "O yaralıdır, geriyə çəkilin deyirəm sizə." Nəhayət, sıx dayanmış, həyəcanlı adamlar bir qədər aralandılar. Kemp görünməz əlləri tutub dizini onun sinəsinə dirəmişdi. Onun arxasında durmuş polismen görünməz ayaqları tutmuşdu. Yekəpər adam qana bulaşmış belini yelləyərək "Onu buraxmayın" deyə çığırdı. "O bizlik eləyir." "Bizlik eləmir" deyə Kemp sərt cavab verdi. "Həm də mən onu tutmuşam." Kempin üzü əzildiyindən şişməyə başlamışdı. O zorla danışırdı. Dodağından qan axırdı. Onun altındakı görünməz vücud artıq müqavimət göstərmirdi. Kemp bir əlini qaldırıb görünməz adamın üzündə gəzdirməyə başladı və birdən "Pərverdigara" deyib qışqırdı. Kemp görünməz vücudun yanında dizi üstə durub bir əli ilə görünməz adamın biləyini tapdı. Digər əlini onun sinəsi üstünə qoydu. "Nəfəs almır" dedi. "Ürəyi də vurmur." Yekəpər adamın qoltuğunun altından başını irəli soxub baxan bir qarı "Ora baxın" deyə çığırdı və qırışmış barmağını irəli uzatdı. Hamı göstərilən tərəfə göz yetirib, solğun və taqətsiz halda düşüb qalmış əl gördü. Əl sanki şüşədən idi. Onun bütün damarlarını, sümük və əsəb tellərini görmək olurdu. O, hamının gözü qabağında şəffaflığını itirir və tutqunlaşırdı. "Aha" deyə polismen səsləndi. "Budur, ayaqları da göründü." Görünməz vücudun əllərindən və ayaqlarından başlayaraq bütün bədən üzvlərində yavaş-yavaş dönmə prosesi tamam olurdu. Bu, zəhərin tədricən bədənə yayılmasına bənzəyirdi. Hər şeydən əvvəl bədənin konturlarını göstərən xırda ağ əsəb telləri göründü. Sonra şüşəyə oxşar sümüklər və şaxələnmiş arteriyalar və nəhayət zəif bir duman şəkli alınan, getdikcə tutqunlaşan əzələlər və dəri göründü. Biraz sonra artıq onun əzilmiş sinəsini və çiyinlərini görmək olurdu. Zədələnmiş üzünün cizgiləri dumanlı tərzdə aşkarlaşırdı. Nəhayət, adamlar çəkilib Kempə ayağa qalxmaq imkanı verdikdə, 30 yaşlarında bir adamın acınacaqlı tərzdə şişmiş və eybəcər hala salınmış çılpaq bədəninin yerə sərildiyini gördülər. Onun qaşlarının və kirpiklərinin rəngi dümağ idi, lakin qocalarda olduğu kimi deyil, albinoslardakı kimi ağ idi. Əlləri qıc olmuş, gözləri alacalanmışdı. Üzündə qəzəb və dəhşət ifadəsi donub qalmışdı. Kim isə "Onun üzünü örtün" deyə çığırdı. "Allah xatirinə, üzünü tez örtün." Onun
Bədənini şən qumarbazlar mehmanxanasından gətirilən döşəkağı ilə örtüb yaxınlıqdakı evə apardılar. Orada kasıb, yarıqaranlıq otaqda miskin bir çarpayda etibar etdiyi adamlar tərəfindən satılmış, avam kütlə tərəfindən rəhimsizcəsinə təqib edilmiş, döyülmüş, yaralanmış, istedadlı fizik Griffinin qəribə və dəhşətli həyat yolu sona yetdi. Son.